Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Göygöl rayonunda. Göygöl rayonunun deməli Hacı Məlik kimi tanıdığımız bir qəsəbəsində bax 6 sot torpaqda böyük bir zalım. Eyni zamanda qarşıda 6'nın 4'ə olan otaq. Bir də ki bax burada vəziyyət belədir də. Hal-hazırda mətbəx buradadır. Mətbəxin arxasında başqa bir otaq var. Bunların ölçüsü haqqında sizə məlumat verməliyəm. Deməli indi mən sizə zalını göstərirəm. Pollarım çox möhkəm materialdır. 9'un 4'ədir. İndi isə ikinci otağa keçirəm. Gördüyünüz kimi 2 qat kubiklə hörülüb. Əsas odur ki, sənədi çıxarışdır. Yəni evin öz sənədi, alqı-satqıya gedən sənəddir. Bundan başqa, yəni qeydiyyata düşmək mümkündür. Bura isə deməli 6'nın 4'ə olan otaqdır. Ümumi sahəsi, yəni sənəddə göstərilən deyirəm 80 tam deməli 70'dir. Yəni 80 kvadrat metrdir, 6 sotdur. Burası isə deməli hal-hazırda mətbəx kimi istifadə edirlər. Bax belə bir daşınmaz əmlakın qiyməti həqiqətən insaflı qiymətdir. Yəni 28.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. İndi isə mən sizə bax mətbəxin arxasında olan otağı göstərirəm. Hacı Məlik bildiyiniz kimi, yəni ümumiyyətcə ərazi Göygöl rayonunun ərazisidir. Ancaq mənə elə gəlir ki, bax bu qəsəbənin əhalisi ancaq Gəncə şəhəri ilə gediş-gəlişi var. Bax bu sözü bu cür dedim. İndi isə məhləsini göstərirəm. Bax qarşıda yarım kilisi var. İndi bax bir balaca deməli xahiş edirəm bağışlayın. Mən tapışqa tapım özümə. Biraz yaxşı olmadı, bağışlayın yenidən. Deməli, indi isə mən darvazadan giriş hissəsini göstərirəm. Bax, bura məhləsidir. Qarşıda deməli, sili-semi 2 minutkadır. Gördüyünüz kimi işıq, qaz xətləri var. Sənədi yenə təkrar edirəm. Çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Qeydiyyata düşmək mümkündür. Bax, bu sənəd ilə. Qarşıda deməli, gördüyünüz qapının arxasında, bax həmin açıq qapıda hal-hazırda hamam kimi istifadə olunur. Ancaq bunun arxasında da bax belə bir yarım tikilidir. Yenidən evin xarici görünüşünü sizə göstərirəm. Hacı Məlik qəsəbəsində yerləşir. Gəncə şəhərinə yaxın bir ərazidir. Bildiyiniz kimi, deməli, Köhnə Yevlax avtovağzalında, yəni Billur Şadlıq Sarayının qarşısından bax bu qəsəbəyə taksilər işləyir. Bundan başqa mən şəxsən görmüşəm, Hacı Məlik marşrutlar işləyir. Yəqin ki, yaxın günlərdə həmin marşrutlar da dəyişməlidir. Bax belə bir deməli həyət evinin qiyməti 28.000 manatdır. Mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Bax belə sizlərə uğurlar.